Herkese salam, kanalıma xoş gəlmisiniz. Zəkalı addımlar layihəmiz çərçivəsində məntiq dərslərimizə qaldığımız yerdən davam edirik. Bugün yenə Orxan Bəyovun 1-ci sinif məntiq kitabından sınaq bölməsini birlikdə həll edəcəyik. Orxan Bəyovun 1-ci sinif məntiq kitabı, şifrələr mövzusu, sınaq tapşırığı. Səhifə 17 və 18. Bundan öncəki tapşırıqların həllərini və izahlarını bilmək istəyirsinizsə, kanalımdakı digər videolara göz atmağınızı məsləhət görürəm. Bu kitabın əvvəlki şifrələr mövzusuna aid olan asan, orta və çətin olan tapşırıqlarını da izahlı şəkildə videolarımda bildirmişəm. Videoları kanalımdan izləyə bilərsiniz. İsə şifrələr mövzusundan sınaq bölməni izah edirik. Səhifə 17 və 18. Şifrələr mövzusundan səhifə 17 sınaq. Deməli, albalı sözü verilmişdir. Baxırıq bura. Diqqət edirik. Hansı hərfdən? Burada 2 dənədir. Baxın. A hərfi 2 dənədir. Daha sonra L hərfi 2 dənədir. İndi biz aşağıda verilən cavablardan eləsini seçməliyik ki, orada A hərfi 2 dəfə təkrar olunduğu kimi, L hərfi də 2 dəfə təkrar olunduğu kimi, orada da hər fiqur, yəni orada da cavablarda da 2 fiqur 2 dəfə təkrar olunmuş olsun. Cavabında heç bir simvolda təkrarlıq yoxdur. Cavabına B cavabında baxırıq ki, yenə də eyni qayda ilə davam edir. Qırmızı dairə, yaşıl rəngli kvadratımız var. Deməli, bu 2 fiqur təkrarlanıb. Deməli, yazırıq A, L. Bir fiquru buraxırıq. Deyək ki, bu hərfi də bilmirik. Yenə təkrarlanır. Yenə qırmızı dairə, A hərfi, yaşıl kvadratımız L hərfi. Deməli, al. Artıq biz bildik ki, albalı. Doğru cavab C cavabıdır. Kanalımıza abunə olaraq pulsuz məntiq dərslərimizdən faydalana bilərsiniz. Hələlik, sağ olun.